Dostlar, bugün sizlerle birlikte bugün ikinci videomdu paylaşacağım. Lakin siz bundan sonra bakabileceksiniz çünkü geç yüklenecek. Ve dostlar, bugün 3 boyutlu squish eləyəcəyik dostlar. Hamburger eləmişdim, lakin sizin xəbəriniz yoxdur. Dubai şokoladlı eləmişdim. İndi görəsən hansını eləyək. İndi də dostlar, 3 boyutlu bu boyda yəni. 3 boyutlu qarpız düzəldəcəm. Bunun üçün bizə lazım olan bir ağ kağız, renkli karandaşlar, ondan sonra qayçı və bu qədər. Və bir də dostlar, ya bu bantlardan ya da bir dəqiqə tapım. Ya da bu bantdan lazım olacaq. Mən bu bantdan istifadə edirəm, şəffaf olduğu üçün. Başlayaq dostlar. Belə qoydum dostlar kameranı ki, siz görə biləsiniz. Dostlar, deməli vərəqimizi 2 dənə belə eləyirik. Sonra dostlar, 2 dəfə üst-üstə belə qatlaladıqdan sonra, daha doğrusu bir dəfə də yəni belə qatlaladıqdan sonra belə sonra buradan kəsməməliyik. Dostlar, burada birləşik yerindən kəsməməliyik. İstəyirsiniz oradan da kəsə bilərsiniz. Ayla danışa bilmirəm. Oradan da kəsə bilərsiniz. Lakin mən belə yəni kəsməyi tərcih edirəm. Amma oradan da kəsmək yaxşı olur dostlar. Belə bir formada kəsirik zigzag kimi. Zigzaga oxşar bir formada daha doğrusu. Burası çox uzun oldu, ona görə bunları üst-üstə qoyayım. Belə kəsdim dostlar. İndi nə edəcəyik? İndi mən bunun üstünə qarpız şəkli çəkib gəlirəm. Bəli dostlar, indi bunların qıraqlarını qatdalayırıq. Bu arada video 2 dəqiqə 10 saniyəlik falan olacaq. Bu qıraqlarını qatdalayırıq bunu da. İkincini də belə elədim. 2 dəqiqə 15 saniyə dostlar. Ya 15 ya da 16. İndi bunları birləşdirim. Dostlar, bunun içinə salıb. İndi bantlayıb gəlirəm. Balaca olduğu üçün içinə balaca qoyacağım bundan. Qoyub gəlirəm. Mən bir tərəfini boş buraxmışdım ki, içinə sarfan doldura bilim. İndi burasını bağlayıram. Elədim dostlar, belə oldu. Çiyələk kimi də oldu, qarpız kimi də. Və bay bay.